Çıxış üçün söz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İdarə Heyətinin sədr müavini Mirzə Cəfərzadə müəllimə verilir. Buyurun. Çox hörmətli millət vəkilləri, əziz ziyalılar, dəyərli qonaqlar və tədbir iştirakçıları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədri Cənab Aras Paşayevin, eləcə də şəxsimiz adından və 100 minlərlə ittifaq üzümüz adından siz səmimiyyətlə salamlayır və 2-ci Milli Təhsil Zirvəsi 2025 tədbirinə xoş gəlmişsiniz deyirəm. Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı keçirilən bu möhtəşəm zirvə təhsil sahəsinin inkişafına töhfə vermək, yeni ideya və yanaşmaları müzakirə etmək üçün vacib və əhəmiyyətli bir platformadır. Zirvənin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən pedaqoji yenilikləri paylaşmaq, müəllim və təhsil işçilərinin peşəkar bacarıqlarının artırılmasına dəstək olmaq və təhsil ictimaiyyətində yeni əməkdaşlıqların qurulmasına şərait yaratmaq. İndi isə söz verilir millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, ADO Universitetinin prorektoru Faiz İsmailzadə. Müəllimələr, əziz təhsil işçiləri, hörmətli həmkarlar, mənim üçün böyük şərəfdir bu günləri sizinlə bir yerdə olmaq, bugünkü müzakirələrdə iştirak etmək və mən dəyərli həmkarım, millət vəkili Mehriban xanım Vəliyevə ilə bu günləri parlamentin Elm və Təhsil Komitəsini təmsil edirik. Elm Təhsil Komitəsində tez-tez müzakirələr olur, dinləmələr olur. Bu yaxınlarda biz Nazirliyin İctimai Şurası ilə bir yerdə dinləmələr təşkil etdik və təhsilimizdə olan problemlər, çağırışlar, imkanlar, gələcək perspektivlər barədə tez-tez müzakirələr edirik. İndi gəldik Mehriban xanım da öz fikirlərlə bölüşəcək. Ümumiyyətlə, təhsilimiz, belə deyək də, çox sürətlə inkişaf edir. Yeniliklər var, müasir infrastruktur qurulur. Elə öz nümunəmizi deyək, ADO Universitetinin infrastrukturunu, yəni hər bir valideyn, hər bir ailə tanıyır. ADO Universitetindən başqa digər universitetlər də yaradılır. Məktəblərin də infrastrukturu yenilənir. Azərbaycanda təhsil sahəsində çox yeniliklər var. Mənim şəxsən ən sevdiyim yenilik və ən sevdiyim proqram ikili diplom proqramlarıdır ki, Azərbaycan universitetləri ilə xarici universitetlər bir yerdə işləyirlər və tələbələrimiz üçün gözəl imkanlar açılır. Digər tərəfdən Azərbaycanda prezidentin təşəbbüsü ilə xaricdə təhsil proqramı fəaliyyət göstərir. Minlərlə Azərbaycan gənci dövlət hesabına xaricdə oxuyur, xarici universitetlərdə təhsil alır və xarici universitetlərin biliklərini sonra gətirib Azərbaycanda tətbiq edir. Orada bilirsiniz ki, 5 il Azərbaycanda işləmə şərti var və bu gənclər qayıdıb Azərbaycanın iqtisadiyyatının inkişafına töhfə verirlər. Bunu qurmaq istəyirəm. Birinci problem çağırış təhsil sahəsindən texnologiyaların təsiri. Yəni, tutalım 50 il bundan öncə təhsil sahəsində texnologiyalar istifadə olunmurdu. Dərsliklər var idi, müəllim var idi və dərs prosesi var idi. İndi paralel olaraq eyni zamanda internet var, telefon var, platformalar var, virtual platformalar və bunlar təhsilə necə təsir edirlər, necə təhsilə mane olurlar, necə imkanlar yaradırlar. Bu barədə biz düşünməliyik. Çünki uşaqlar var ki, heç bir mətni oxumağa hövsələsi çatmır. Bütün günü telefondadır, bütün günü hansısa virtual oyunlardadır və virtual oyunlar vasitəsilə onun inkişafı gedir, onun mentaliteti formalaşır. Bu düz yoldur, səhv yoldur, burada təhsil qıraqda qalır. Bu məsələləri biz mütləq müzakirə etməliyik və xüsusilə süni intellektin inkişafı çox problemlər yaradır. Misal üçün, universitetlərdə artıq imtahan zamanı hansısa bir mətn tapşırırsan yazmağa, şagird tələbə onu özü yazmır. Gedir süni intellektlə, ChatGPT ilə yazır. Tədris prosesinə bu necə təsir edir? Tədris prosesində artıq müəllimin dedikləri qalır bir yana, hansısa deyək, oyunlar, virtual oyunlar, telefon roliklər, video roliklər, bütün bunlar artıq daha populyarlaşır və şagirdlərin diqqət diapazonu çox azalır. Yəni, 3 dəqiqədən çox kimisə dinləməyə hövsələləri çatmır. Sürətlə inkişaf edən iqtisadiyyat və bu iqtisadiyyata çatmaq istəyən təhsil sektoru. Nədənsə hər zaman hiss edirik ki, təhsil sektoru iqtisadiyyatdan bir pillə geridə qalır. Yəni, misal üçün, iqtisadiyyatda yeni ixtisaslar açılır, yeni iş yerləri açılır.
Azərbaycanda indi misal üçün IT sahəsində, data analitika sahəsində, sosial media sahəsində çox böyük tələbat var kadrlara. Amma nə qədər bizim təhsil sistemimiz onun arxasınca çatdıra bilir özünü, nə qədər bizim universitetlərimizdə yeni ixtisas açmağa imkan var və çeviklik var, nə qədər bizim universitetlərimizdə yeni peşələr, yeni ixtisaslar bilinir, tanınır və onun dalıca kurikulumlar qurulur, bu da sual altındadır. Çünki doğrudan da iş bazarında yeni ixtisaslar, yeni texnologiyalar, yeni sürətlə dəyişən iş imkanları universitetlərdə bəzən tədris olunmur. Təhsil sistemimizdə çağırışlardan biri də beynəlmiləşmə prosesindən geri qalmaqdır. Yəni biz nə qədər də istəsək, təhsil sistemi milli çərçivədə inkişaf edə bilməz. Mütləq və mütləq beynəlmiləşmə olmalıdır, xarici təcrübə olmalıdır. Bizim alimlər xarici alimlərlə bir yerdə tədqiqatlar aparmalıdır. Bizim müəllimlər xaricə təlimlərə göndərilməlidir. Xarici təcrübə Azərbaycan məktəblərinə və Azərbaycan universitetlərinə tətbiq olunmalıdır. Yəni dünyada qloballaşan dünyada təhsil sistemi də qloballaşır və biz beynəlmiləşmə proseslərində mütləq və mütləq sürətli addımlar atmalıyıq. O cümlədən müəllimlərin peşəkar inkişafına xarici universitetlərin, xarici təlim mərkəzlərinin cəlb olunması. Mən hesab edirəm ki, bu istiqamətdə həm də tədqiqat layihələrində qeyd etmək lazımdır ki, bizim alimlər innovativ, startup, tədqiqat, elmi tədqiqat layihələrində də mütləq xarici beyin mərkəzləri ilə, tədqiqat mərkəzləri ilə bir yerdə işləsinlər. Təşəkkür edirik. Murat ağaları səhnəyə dəvət olunur.